Bu da dünyanın sonu. Əzraillə görüş yeri. Bu vaxta qədər Muxtarın yanına kimi salmışıqsa onu edam ediblər. Sonuncusu da İbn Əfif adlı kör bir qoca idi. Qalx Muxtar, qonağın var. Mənəm Əbu İshak, əmin oğlu Zaidi. Zaidi? Sən niyə bu dünyanın qutaracağı yerə gəlmisən? Mən səni xilas eləməyə gəlmişəm, əmi oğlu. Səni and verirəm Allaha, tərslik eləmə. Bir kəlmə ilə peşman olduğunu söylə və özünü xilas elə. And olsun Allaha, əmirdən üzr istəyib peşman olduğunu söyləsən, səni azad etdirə bilərəm. Deməli, oğlunun yolu əbəs yerə qəbristanlıqdan düşməyib. Ölüləri yada saldığın üçün minnətdaram. Amma dediyini eləməkdənsə mənim üçün bu qəbir daha şərafətlidir. Əbu İshak, and olsun Allaha, tövbə eləməsən, əmir səni öldürəcək. And olsun Allaha, mən onu öldürüb ayağımı üzünə qoyacam. Çox maraqlıdır. Qandallanmağına baxmayaraq yenə dil uzunluq eləyirsən. Eşitdiyimə görə Həzrət Əlinin digər dostları kimi sən də cəfəngiyyat danışmağa başlamısan. İnana bilmirəm. Xoş gəlmisən Əsma. Sənə dediklərimi qulağında sırğı elə. Bir gün gələr, ilahi möcüzəni sənə göstərərəm. Gözün üçün məlhəm gətirmişəm, Muxtar, götür. Kaş ürəyimin yarası üçün məlhəm gətireydin. Olmaz sənin dil yaralarından. Əsma özü şahiddir ki, bu məlhəmi gətirmək üçün necə dərədən qabıqdan çıxmışam. Zəhmət çəkmisən, əmoğlu. Bu göz yarası yeganə təskinliyimdir. Biz artıq dostlaşmışıq. O mənim sirdaşım və dostumdur. Əgər yaxşı olsa ürək ağrılarımı mən kimə danışaram? Get, sənin məlhəminə ehtiyacım yoxdur. Ürəyim çox istəyirdi ki, əmim oğluna köməyim dəysin. Deməli, mənim bu yardımımı geri qaytarırsan? Rədd olun buradan, qeyrətsiz kafirlər, satqın muzdurlar! Quduzluğun tutu, başın xarab olub, boğuldu. Məkkədə yaşayan bacım Səfiyyəyə məktub yaz. Ona yaz ki, ərindən mənim azad olmağım barədə Yezdə məktub yazıb yollamağı xahiş eləsin. Öldürəcəm səni, bu çörək qədri bilməyən satqın. Yerdən olmuşsan Muxtar, bırak onu! Bu kiçik hücrə də səni ağıllandıra bilmədi. Təəssüf ki, yuxarıların sözünə tabəyəm. Yoxsa bu yoğun boynunu sındırardım. Sənə yaxşılıq eləmək haramdır. Mən axmaq sənə kömək eləmək istəyirdim. Yaxşı eləyib elə səni bura salıblar. Axmaq, o qədər burada qalacaqsan ki, nəhayət çürüyüb gəbərəcəksən.
Əmir sağ olsun. Əmir əl-Möminin Yezid İbn Muaviyyədən məktub var. Ver. Görürsən, Səlman? Tufan kürəklərinin yerindən oynatmadığı şəxsi kiçik bir çıban necə də diz üstə çöktürüb. Eynən Nəmrud və Şəddatın qulağına girərək onu öldürən milçəyin əhvalatına bənzəyir. Allah qorusun. Bizim cavan xəlifə neynir qasid? Allah eləməmiş kimsə eş işrətini pozmur ki. Yox, Allaha şükür olsun ki, xəlifənin eş-işrəti yerindədir. Allaha 100 minlər dəfə şükürlər olsun. Qoy onun mübarək qəlbi xoş olsun. Biz fədailərə nə olsa da eybi yoxdur. İbn Hüreys, Bəli əmirim. xəlifənin qasidinə şahlara layiq qulluq eləyin. Çox güman ki, yol onu yorub. Baş üstə əmirim. Nifrət olsun belə axmaqlıq və rüsvayçılığa. Eş-işrət əsiri olan axmaq, lap ağını çıxardıb. Hüseyin həyatda olarkən məni boğaza yığaraq Hüseyni öldür deyə tələb eləyirdi. Hüseyin öldürüldükdən sonra isə peşman olduğunu etiraf eləyir. Mən sənin üçün oyun oyuncaq deyiləm. Ayağının altını görməyən meymunbaz. Düşüncəsi dar. Axmaq cavan, mənim toxuduqlarımı yenidən yaltaqlarının tövsiyəsi ilə Yuna çevirib mənə göndərirsən? O uzun qulaq atası Muaviyyənin siyasətindən heç nə öyrənməyib. Orada nə yazılıb ki, bu qədər özünə əl qatmısan? Nə yazılıb? O öz murdar əli ilə özünün ölüm hökmünü mühürləyib. Götür oxu. Muxtar Səqəfini dərhal zindandan azad eləməyə yazıb. Axı niyə? Çünki Ömər İbni Xəttabın oğlu Muxtarın Küfə hadisələrində əlinin olmadığını yazmışdı. Ağıldan kəm insan. İkinci xəlifənin oğlu Muxtarın bacısının əridir. Şübhəsiz ki, o Muxtarın tərəfini tutacaq. Sözsüz ki, Muxtar bacısından istəyib. Bacısı da arvad yanında zəlil olan ərindən tələb eləyib. Əri də Yezid İbn Muaviyyəyə bir yığın yalan, moizə və biraz təhdid dolu məktub yazaraq Muxtarın azad olunmasını tələb eləmişdi. Lənət olsun belə ağılsız insana. Qanını niyə qaraldırsan? Sən də xəlifəyə bir məktub yazaraq həqiqəti ona başa sal. Olmaz Məqəl, olmaz. Yezid Hüseyin əhvalatından sonra qorxuya düşüb. Son yazılarında o hər şeyi, baş verən çirkinlikləri bizim boynumuza atır. Xahişlərimizə ya cavab vermir, ya da bir bəhanə ilə onların yazılmasını gecikdirir. Neçə dəfə ona yazmışam ki, rey hakimliyini Ömər İbn Səd üçün göndər. Hanı? Göndərir? Məhər Kərbəla hadisəsində bizə az kömək elədi. O qədər ona bugün sabah eləmişik ki, bədbəxt dəli olmağa başlayıb. Bəs nə eləmək fikrindəsən? Yezid bundan artıq xidmətə layiq deyil. Azad eləyəcəm. Muxtarı azad eləyəcəm ki, xəlifənin yuxusunu ərşə çəksin. Qapını açın! Səni sağ görməyimə çox şadam.
Azadsan Muxtar. Azadsan. Dikbaşlığının ve inatkarlığının ram olması için zindandan ibrət dərs almağına ümid varam. İnsan evladı qəribə məxluqdur. Təbiətən qiyama meyillidir. Babamız, bəşərin atası Adəm kimi. Hamımızın yol azmamaq və keyfimiz istədiyi yerə getməməyimiz üçün cilovumuzun dartılmasına ehtiyacımız var. Şəxsən xəlifənin işə qarışması səni öldürməyimə mane oldu. Əlbəttə, İbn Hüreysin və bacın ərinin də canına dua elə. Biri mənim, digəri isə xəlifənin yanında vasitəçi oldular. Sən azadsan, Muxtar. Azadsan, azad. Amma bir şərtlə. Kufədən çıx. Kufəni tərk eləmək üçün 3 gün möhlətim var. Əgər 4-cü gün Kufədə görünsən, özünü ölmüş bil. Gedə bilərsən. Əmir, Muxtarı buraxmağınız. Bu əjdahanı öz xoşumla azad eləməmişim. Xəlifənin öz istəyidir. Ona görə də məni qınamayın. Bu da xəlifənin qəti qərarı. Özünüz oxuyun. Xəlifə niyə belə səhvə yol verir? İnsan evladının səhv eləməsi mümkündür. Xüsusilə də Yezid kimi şair olan bir xəlifə. Şairlər də tez-tez dəyişə bilirlər. Sanki yaz fəslinə oxşayırlar. Gah ildırım çaxıb, yağış yağır, gah da günəş çıxır. Muxtarın azadlığı bizə verilən ölüm hökmüdür. Bəli, Yezidin özünü də Muxtar tərəfdən təhlükə gözləyir. Bir çarə qılmaq lazımdır. Ömər Səd, sən özün xəlifənin yazdığını oxudun. Mənim əlimdən heç nə gəlməz. Əgər siz bir şey eləyə bilirsinizsə, onda gecikməyin. Muxtarı öldürmək lazımdır. Öldürün. Amma Kufədə yox. Kufəni tərk eləmək üçün mən ona 3 gün möhlət vermişim. Əgər Kufədə möhlət tamam olmamış, onu öldürsəz, mən də xəlifənin fərmanına itaat edərək sizdən qisas almalı olacağım. Kufədən çıxmasını gözləyin. Kufədən kənarda öldürsəz, mənə aidiyyəti olmayacaq. Qapını sındırdın. Nə olub? Yanğın var. Öz tövlənin qapısı olsaydı belə döyərdin. Əlleykə salam qardaş oğlu. Maşallah, çox nəzakətlisən, yaman böyümüsən. Anan hardadır? Afərin sənə. Afərin bu oğlana. Nə bayda bu 10 qramlıq dilini tərpədəsən. Allah eləməmiş, naxoşlayarsan. Sən niyə axı anamdan və bu evdən əl çəkmirsən, bibi? Bah. Allah özün saxla. Əcəb iti dilin var. İlanın sancmasına şükür. Həyyasız uşaq. Hələ saç saqqal çıxartmamısan beləsən.
Saqqal bığ çıxartsan neyniyərsən, hə? Mən Muxtarın oğluyam, bibi. Bunu qulaqlarında sırğa ilə. Yaxşı görək. Mən Muxtarın oğluyam. Özünü Şah İskəndərin oğlu hesab eləyirsən? Səndən atan əzab mələklərisiz. Zamanı necə də dəyişib. Əl boyda bir uşaq adama meydan oxuyur. Belələri nə qohum əqraba bilir, nə də böyük kiçik. Nə olub bacı? Rəngin niyə qaçıb? Bu uşaq niyə məndən yola getmir? Ay bacı. Bu da mən bəxti qaranın taleyinə yazılıb. Hər gün zəhləmi tökür, hər gün. Sən də yaxşı görək. Dəvə tikanından sümbül törəməyəcək ki, bacı. Elə atasına çəkib. Muxtardan yarıdın ki, oğlundan da yarıyasan. Sənin öz günahındır, bacı. Muxtarın qabağında o qədər acizliyi göstərdin ki, indi də oğlu atasının yolu ilə gedir. Yox, atasının yolu deyil. Atası üçün darıxdığından belə eləyir. Anacan bax, atama oxşayır. Get anam qurban, get. Sabit, hardasan? Ömər necədir cariyə? Uşaqlar necədir? Əllərindən öpürlər. Özün necəsən? Həmişəki kimi. Əvvəl necə idimsə elə. Mən hələ də muxtarsızlığa öyrəşə bilmirəm. Hər qapı döyüləndə ürəyim yerindən oynayır. Yuxularım kabusa dönüb. Qara basmalar məni rahat buraxmır. Muxtarın başını nizələrdə görürəm. Niyə bir hərəkət eləmirsən, bacı? Muxtarın çoxlu qohumu, dostları var. Axı sən paxıl deyilsən, Nariyə. Muxtarın o bir arvadına fikir ver. Tanıdığı, tanımadığı hər kəsə Muxtarın azad olması üçün ağız açır. Məlum məsələdir ki, Muxtar bunu biləndən sonra Ümrü onun ürəyinin sevgilisi olacaq. Sənsə otur, öz içini ye. Kabuslar gör. Sabah Muxtar azad olandan sonra sənə qarşı olan azacıq məhəbbəti də Ümrəyə yönələcək. Sən Muxtarın azad olması üçün dua elə. Mən məhəbbətimi Ümrəyə bağışlayaram. Muxtar azadlıqda olduqda ona ikiyə bölünmüş ər kimi baxardım. Yarısı mənim idi, yarısı Ümrənin. O zindana düşəndən sonra anladım ki, Muxtarın kölgəsi belə 10 kişiyə bərabərdir. Ah, sən necə də sadə lövsən. Ümrə mənim rəqibim olsaydı, İnan ki, ürəyini şişə çəkib yeyərdim. Ərin olduğu üçün xoşbəxtsən? Amma ərin soyuğu sənə, istisi isə günün olan Ümrəyə çatır. Qəm eləmə. Ola bilsin elə bu günlərdə ərin azadlığa çıxsın. Allahın işini bilmək olmaz. Sən nəsə eşitmisən cariyə? Ömər dodaqaltı bir şeylər desə də o qədər də yaxşı başa düşmədim. Deyəsən bacım Səfiyyənin əri xəlifə Yezidə məktub yazaraq ondan Muxtarı azad eləməyi xahiş eləyib. Ay bacı, Yezid Şam sarayında, Muxtarsa Kufə zindanında. Səfiyyənin əri Yezidə deyil, İbn Ziyada məktub yazmalı idi. Bəlkə də yazıb. Nə bilmək olar? Biz gərək Ömərin saraydan qayıtmasını gözləyək. Onun burnuna iyi tez dəyir. Bir şey olmasaydı Muxtarın azadlığa buraxılması qoxusu burnuna gəlməzdi. Elə bəlkə də Ömər bugün saraydan qayıdandan sonra hər ikimizə şad xəbər verdi. Sən ərinə qovuşarsan, mənsə Rey hakiminin məlikəsi olaram.
Düz bir ayda rey səfəri üçün tədarik görmüşük. Bilmirəm xəlifə niyə bugün sabaha salıb. Ne oldu cariye? Hüseyin'in başı mukabilinde rey hakimliği. Çirkin sövdələşmə. Ömer Sa'd Süleyman peygamberin hakimiyetini istemeliydi. Muhtar. Cariye, sen verin rey mülkünün padişah ve melikesi olma arzusunu özünüzle qəbrə aparacaksınız. Peygamber evladı belə bir söz buyurub. Siz rey mülkünün buğdasından yemeyeceksiniz. Geç araya. Eğer evimde zayıf bir ifriten öldürmeyi özüm ar bilmeseydim, başını bedeninden ayırardım. Sizin ufunetiniz Kufe'nin havasını zehirleyip, Muhtar. Bütün Küfe kılıncının iti olduğunu bilir. Düşünürdüm ki muhtarın kılıncı ne kadar iti olsa da öz tayfasının damarlarını doğramaz. Nariye, bu ifritenin eri Ömer'in kılıncı Allah'ın kanını töktü ve Allah'ın damarını kesti. Hüseyin'in Neyneva sehrasının üstü kumları üste tökülen kanı Allah'ın kanıydı. Bu sonuncu def olsun ki şeytan muhtarın pak evine qədəm basarak onun evini murdarlayır. İtil. Vəhşi zindan onu biraz da vəhşiləşdirdi. Allah belə bir quyruqsuz və buynuzsuz divi çöl canavarlarına da qismət eləməsin. Ey yaralı aslan, evine hoş gelmişsen. Ey yaralı aslan, evine hoş gelmişsen. Ey sınaqdan uzaq çıxan, evine hoş gelmişsen. Ey yaralı aslan, evine hoş gelmişsen. Bu da oxuyub rəqs eləyənlər mənim əmirim. Xəstəliyinizi bu mələklərin arasında unudacaqsınız. Gəlin, gəlin çalıb oynamağın sehri ilə, işvəli gözlərlə və boyun boğazla hakimə qəm-qüssəni unutturun. Çalın və rəqs eləyin. Oynayın qızlar, oynayın. Kədər hakim olub, ürəyim kabab olub, halım xarab olub. Kədər hakim olub. İtilin boş boğazlar. Rədd olun haram saddələr. Məndən gələn iyiyə görə burnunuzu tutursuz, mən iyi verirəm zibillər. Mən iylənirəm, ey atasından bir xəbərlər. Məndən pis qoxu gəlir, rədd olun. Bütün bunlar senin qəbrindən qalxan tüstülərdi nadürüz. Bağışla əmir. Bunların hamısı Bağışla senin əmir. əməllərindi. Bağışla. Gördüğün işlerin əvəzidir. Nankör herif. Sen öldüreceğim. Boğacağım seni. Boğacağım hileger tülkü. Boğacağım seni.
Boğacağım, öldüreceğim. Megel. Megelcan. Megelcan. Ölme. Megel. Megel uyan. Megel. Megel. Atasından bir haber hokkabaz. Hele buradasınız. Mənim canım cəhənnəmə, öz ayaqlarının qeydinə qal. Bundan sonra gece eğlenceleri olmayacak. Başa düştünüz? Başım. Ay, başım. Ay, ağrıyor. Nə oldu? Niyə coşdun? Dilim lal olsun. Gözünə cin göründü, yoxsa bu qızların caynağı var idi? Dediklerimi unutma. Bundan sonra benim derdimi unutturmak için çağrılan her bir eş işre teşkilatçısının emrimle boynu vurulacak. Bu leçerlerin bakışı yüz söğüşten pisti. Kızın biri mene murdar necise bakan kimi bakırdı. Yox, sən sadəcə Yezidin yersiz qərarlarına əsəbləşmisən. Hirsini də mən anası ölmüş məqəl və bu rəqqası qızlardan çıxırsan. Ben bu xəstə və yelbeyin cavana bac ödeməkdən yorulmuşam. Hüseyin'in əhvalatında da eşek yerinde kaldım. Neynədiyimi hiç bilmedim. Bu ahmak meymun oynadanın çürümüş kendiriyle quyuya düşmeyi benim 7 neslime bəsdi. Ahmak cavan. Arkamızda durmağa cesareti çatmadı. Her şeyi bizim üstümüze attı. Kül olsun belə qorxağın başına. Muhtar belki biraz sabreleyip gözün sağalandan sonra giderdin. Mənə burada qalmaq olmaz. Necə yəni burada qalmaq olmaz ata? Yəni yurdumu, evimi tərk eləməliyəm. Kimsən öz evindən, yurdundan qovurlarsa orada qala bilməz. Axı 3 gün möhlətin var. Elə deyil? Elədir. Mənə 3 gün möhlət veriblər, aman yox. Nariyə. Eğer ürəyimdəki alov sönsə, o zaman ölmüşəm. Qadınların gözyaşı kişilərin ürəyindəki odu söndürən sudur. Mən olmayanda səbirli və təmkinli olmağını istəyirəm. Əgər bu mübarizədə muxtara kömək eləmək istəyirsənsə, səbirli ol. Sabit, Bəli atacan. mən olmayanda evin kişisi sənsən. Ciyər parələrimi sənə tapşırıram. Anana, bacına qarşı mehriban olacağına, onları incitməyəcəyinə söz ver. Çətin məsələdir. Amma siz istəyirsinizsə baş üstə. Bibim cariyə və küçükləri hər dəfə bizə gələndən sonra mən anamla mübahisə eləyirəm. Nariyə. Əgər yarama duz səppə istəmirsənsə, o zaman cariyədən uzaq dur. Özüyə yazığın gəlsin. Cariyə ilə yoldaşlıq səni cəhənnəmə aparar.
O bizi allattı. Geri kaydırık. Ha! Hardasa buralarda olmalıdır. Atlardan düşün. Çayın kenarlarını aktarın. Uzağa gidebilmez. Bu kamışlıkta gizlenip. Birbirinizden ayrılsaz kanınız heder gidecek. Üç gezin. Muhtarın güçlü dövüşçü olduğunu unutmayın. Karış karış her yeri aktarın. Sakit ol, sakit. Tərkini aldığın dosthanı, hə? Dayan, əsəbləşmə. Onu tapacağıq. Muxtarın başı dərddədir. Səni kömək üçün göndərib. Yanılmamışıq dostlar. Muxtarın başı dərddədir. Onun köməyinə tələsməliyik. Yolu tanıyırsan, düş qabağa. Ahmaklar, muhtar çalaya düşüp gizlenmişti. Niye hiçbiriniz onun attan düştüğü yere bakmadınız? Mən istəyirdim, amma burada rəhbər sənsən. Qorxdum əsəbləşib mənə heç nə verməz. Kes sesini. Onlar muhtarın adamlarıdır. Gel olun, kaçıp canımızı xilas eləyək. Gel olun ahmaklar. Kaçın, canınızı kurtarın. Tez olun ahmaklar. Sizi lənətə gələsiz. Ey! Təqib eləməyin. Yaralıları əsir götürün. Onları sorğu-sual eləməliyik. Ebu İshak. Hardasan Muxtar? Mənəm, Kiyan. Səsimi eşidirsən? Mənəm Kiyan. Axı hardasan? Təhlükə sovuşdu. Muzdurların hamısını qovduq.
Yaxşı bax Kiyan. Xəyallarının Rüstəminə bənzəyirəm. Sən həmişə xəyallarımın Rüstəmi olmusan. Rüstəmin gözü yaralı deyildi. Hər bir yara pəhlivanın bədəninə bəzəkdi. İndi daha da heybətli olmusan. Ağla ki, ağla. Neynəva səhrasında öldürülənə qan ağlamaq lazımdır. Ağla. Sən niyə eşq karvanından geri qaldın? Yolu tapa bilmədim Muxtar. Sənin kimi yollar bələdçisi yolu itirirsə, nabələdlərin nə günahı? Yolu kəsmişdilər. Dolambac yollarla getdim. Nə qədər çapsam da çata bilmədim. Neynəvaya çatanda artıq güneşin izəyə vurmuşdular. Eşqin şərti dəlliydi. Biz ölmədiksə, dəli də sayılmırıq. Qanın yerdə qalmaz Hüseyn! Qanın yerdə qalmaz Hüseyn! Qanın yerdə qalmaz Hüseyn! Qanın yerdə qalmaz Hüseyn! Bu şüarları onlara sən öyrətmirsən? Bu şüarlar sənin ürək arzularındır Muxtar. Mən sadəcə vasitəçiyəm. Qanın yerdə qalmaz Hüseyin. And olsun Allaha zindanda gecə gündüz sağ qalmağı və Hüseynin qanını alacağımı təkrar eləyirdim. Tezliklə zülm edənlər necə məhv olacaqlarını görəcəklər. Bu Allahın vədidir. Allahın Qur'anda buyurduğu bu ayə bizə nə etmək lazım olduğunu göstərir. Allahın salamı olsun sizlərə. Xoş gəlmisən Əbu İsa. Xoş gəlmisən Muxtar. Hoş gelmişsen Muhtar. Xoş gəlmisən Muxtar. Hoş gelmişsen Ebu İshak. Nəsə öyrənə bildiniz? Bəli. Ömər ibn Səd və Şimir ibn Zilcövşənin muzdurlarıdır. Əbu İsaqı öldürməyə gəlmişdilər. Xoş gəlmisən Əbu İsa. Bağışla məni cənab. Bağışla məni Muxtar. Qələt eləmişəm. Əbu İshak, kaş gəlməyəydim. Ölülərimin ruhuna lənət. Mən günahsızam. And olsun Allah'a 7-8 baş külfətim var. Ömər Səd 100 dinar verəcəyini söylədi. Yarısını da qabaqcadan verdi. Məni bağışla Muxtar. Kasıbın atasına lənət olsun ki 100 dinara görə aldanır. Qudurub Küfə cəngavəri ilə döyüşməyə gəlir. Bağışla məni Muxtar. Ömrümün axırına kimi sənin müridin olaram. Qalx. Baş üstə Əbu İshak. Gedib Ömər ibn Sədə deyərsən ki, Muxtar səni öldürməyincə ölməyəcək. Baş üstə.
Allah qoluna və qılıncına qüvvət versin ki, bizi bu nanəciblərin pis əməllərindən qutarasan. Ürəyinin muradına çatmaq üçün gecə-gündüz sənin duaçın olacam. Bəsdir çənə vurdun. Cəld ol, itil buradan. Nə olar? Bu da mənim gözlərim istə. Atımı verin mənə, rədd olum çıxım gedim. At döyüş qənimətidir. Ged Allaha duaçı ol ki, başını üzüb qopartmamışam. Ay git, and olsun Allaha ki at mənim deyil. Atsız getsəm bir il məvacibsiz işləməli olacam. Al bu 50 dinarı qənimət götür, atımı da mənə qaytar. Əcəb sırtıqsan. Məni əsəbləşdirmə, rədd ol buradan. Ey Məhəmmədin Allahı! Lənət olsun diri və ölülərinizə. Hansınız edib basıb kəsməkdən danışırdı? Bəs hanı? Atın ağlı bu müsəlman heyvanların ağlından çoxdur. Eşeğin boynuzu olmur ki. 20'si boy gərgəsinə durublar. Ehtiyatlı olmağınızdan ötürü nə qədər öyüd verdim. Dedim axı muhtar bütün keçidləri tanıyan bir hiləgərdi. Qurban olum, siz özünüz muhtarın tək olduğunu demədiniz. Biz dostlarının gələcəyini gözləmirdik. Az qala muhtarı ələ keçirəcəkdik ki, adamları özlərini yetirdilər. Kes səsini axmaq kişi. Eğer senin başında bir balcaqıl olsaydı, muhtarın atının yolunu keserdiniz. O zaman sen muhtarın necə piyada olduğunu görerdin. Rədd olun, bir daha sizi görmeyeyim. Leş yiyen müftəxorlar. De görüm ne niye Şimir? İki kat eğilmekle deve sürmek olmaz. Muhtarı aşkarane öldürmeliyik. O artık özünü dostlarına getirip bir neçə axsaq yabıyla onunla bacarmak olmaz. Muhtar tərəfdarlarını toplamamış. Qoşun yığmalıyıq. Hansı qoşun Şimir? Ölülerimizi dirildip əskər düzəldək? Şeyh hansı qoşunları yola düşmeliydi? Mənim üstümə atırsan ay anasından bir xəbər? Mənə rişxənd edirsən ay yaramaz? Kərbəlada mən elə sənin fitnənə uyuyub təliyə düşdüm. Sən olmasaydın əlim Hüseynin qanına batmayacaktı. Sen rey hakim olma iştahıyla təliyə düştün. Mənim üstüme niye atırsan? Hüseyin ile dövüşme hükmünü sene çattıranda niye atını döndürüp geri dönmedin? Bəs niye kaldın? Kişi ol, günahını boynundan atma. Hem senin hem de benim ellerim Hüseyin'in kanına batıp. Niyə bir-birinizin canına daraşmısınız? Muhtar qılınc çəkməmişdən düşmüsüz bir-birinizin üstünə. Vay o günə ki üstünüzə qılınc çəkər. Nədir muhtar əlinizdən qaçıb? Deməli hardasa səhvə yol vermisiniz. Oturub səhvinizi araşdırmaqdansa bir-birinizin üstünə xoruzlanırsınız. Hanım, Şeyh Hüseyin'i öldürdüğünü boynuna almak istəmir. Mənə şeyx demə, murdar it. Buyur. Ağzından ancak söğüş çıkır. Sən Öməri mənə görə bağışla. Axır vaxtlar o yaman hövsələsiz, acıdil və bədrəftar olub. Elə bir dəfəli de ki dəli olmuşam. Əgər dəli olmasaydın Şimrə etiraz eləməzdin. Səndən Şimir qayçının iki tərəfisiz. Bir yerdə kəsərli olursuz. Eşitmedin ki reis sözünü necə rişxətlə deyir? Elə bil mən özündən çıxarmaq istəyir. Demeli nöksan təkcə senin dilinde değil. Kulakların da ağır eşidir. Sen Küfe ordusunun rehberi değilsen, bu ordu ile rey mülkünü fethetmek istemirdin. Küfe ordusu ha? Küfe ordusu, Küfe hakiminin emri olmadan yerinden terpenmez ay axmaq. Eğer böyle olmasaydı benim Küfe'de ne işim vardı? İmkanım olsaydı rey yurdunun torpağını indi atlara daşıtırmıştım. Ömər haqlıdır Şimir. Küfə ordusunun ixtiyarı Ömərdə olsaydı nə dərdimiz var idi? Mənə elə gəlir ki, rey vədəsi məni aldadaraq elə Hüseyinlə döyüşə getmək üçün qurulan bir tələ idi. Mən ki dediyimin üstündə durdum. Bəs niyə xəlifə bugün sabah eləyərək hökmü göndərmir?
rey mülkünün buğdasından yemeyeceğim. Ben rey mülkünün buğdasından yemeyeceğim. Bu Hüseyin'in sözüdür. Bu Hüseyin'in benim hakkımda dediği sözdü. Aşura günü zöhr vakti yadındadır Şimir. Sen Hüseyin'in bize ne dediğini hatırlıyorsan, sana ve bana. Ben rey buğdasından yemeyeceğim. Hüseyin yalancıdır. Yoksa yalancı değil Şimir. Eğer doğru danışan olsa bile, ben küreye buğda yemeğe getmirəm. Tarixi yer olması mənə yeter. Ha? Yaxud da arpa çöreği yiyərəm. Narahat olma, arpa çöreği yiyərəm. Sakit ol Ömer, sakit ol. Canına belə bir azar düşübsə daha muhtardan qorxmağa dəyməz. Elə bu dəlillik sənin canını alacaq. Sakit ol. Ömer, sen mühimmatçı değilsen axı. Allah xatirinə dəlli eləmə. Hüseyin'in danışdıkları vəh değil. Çıxış yolu olmadığını görüp bize tərəf bir ok attı ki, belki fikrimizi değişebildi. Hüseyin'in möcüzəsi olsaydı özünü xilas eləyərdi. Qalx muhtar üçün bir çare fikirləşək. Vaxt uzandıkça onu öldürmək çətinləşəcək. Küfe qoşunu bize tabe değil. Cehenneme ki. Muhtarı öldürmək üçün qəbiləmizin kişiləri yeter. Bu şərtlə ki, vaxt itirmədən döyüş atılaq. Şimir haqlıdır Ömer. Quş artıq qəfəsdən uçub. Amma ebi yoxdur, yenədən tökün tələ qurub ovlayın onu. Əgər bu dəfə də onu Allahın öhdəsinə buraxsaz bir gün bir əfi ilana dönüb hamımızın canını alacaq görərsiz. Atasından bir xəbər xəlifə. Muhtarı öldürərik. Xəlifə qələt edib bizə gözün üstə qaşın var deyər.